tip videolar əslində çox təhlükəli videolardır və müəyyən qədər reallığı əks elətdirir. Buradakı qəhrəman 12-13 yaşlarında olan bir yeniyetmədir və cinsi modelləşməsindən razı deyil, öz cinsiyyətini dəyişmək istəyir. Bu tip düşüncələr yeniyetmələrdə olan bir haldır. 12-13 yaş şəxsiyyət kimliyinin hələ də tam formalaşmadığı bir mərhələdir. Bu mərhələdə yeniyetmənin beyni hələ də tam inkişaf etməyib, emosiyalar isə çox daha güclü işləyir. Bəzən yeniyetmələrdə mən fərqliyəm, bədənimi qəbul etmirəm, başqa biri olmaq istəyirəm kimi düşüncələr, hisslər yarana bilər. Psixologiyada buna identiklik axtarışı deyilir və müəyyən mərhələdə çox normal bir hal sayıla bilər. Gəlin indi problem yaradan tərəfə baxaq. Sosial media və süni intellekt videoları çox mürəkkəb psixoloji vəziyyətləri sanki sadə və sıradan bir vəziyyət kimi göstərə bilir. Sən özünü belə hiss edirsənsə, demək ki, mütləq dəyişməlisən. Halbuki elm göstərir ki, yeniyetməlikdə yaranan gender və şəxsiyyət qarşılıqları zamanla dəyişə, formalaşa və yaxud da psixoterapiya ilə daha fərqli, daha sağlam şəkildə başa düşülə bilər. Burada məqsəd kimisə qınamaq deyil. Məqsədimiz emosional qərarlar yox, sağlam psixoloji qiymətləndirmə və dəstək ilə hərəkət etməkdir. Çünki bu tip mövzular çox incə və həssas mövzulardır.